Salam dostlar, hər vaxtınız xeyir. İnşallah bu Ramazan ayının son günlərinə yaxınlaşırıq. Allah bütün tutulan orucları, edilən ibadətləri qəbul eləsin. Hər kimin nə hacəti var, nə müşkülü var, hacət və müşküllərini həll eləsin. Kim də bu aydan nə qədər bəhrə apardı, öz məsələsidir, özü ilə Allah arasında olan bir məsələdir. Mən deyəndə deyirəm, dua edirəm, İlahım oruc tutanların, həm oruc tutmayanların duasını qəbul edir. Yəni orucluğun əslində fəlsəfəsi insana təqva verməkdir. Təqva səni 11 aya hazırlaşdırmalıdır. 11 ay səni hazırlaşdırmırsa və yaxud sənə təqva vermirsə, bu orucluq deyil. Bundan da əlavə bu son günlərdə mövzu elə fitrə zəkatıdır. Baxıram, hamı danışır, çox gözəl də danışırlar. Allah hər birinin canlarını sağ eləsin. Hər birinin elminə bərəkət versin. Gözəl qayda, qanunla, şəriətlə falan belə beşməkan danışırlar. Mən amma fitrə zəkatının belə deyim də qayda qanundan danışmaq istəmirəm. Yəni bilirsiniz onsuz da o kitablarda da var, internetdə də var, ola bilirsiniz ya. Məsələn, kimlərə verilməlidir, nə qədər düşür, nələrdən düşür. Yəni bir dənə məsələ mən qeyd etmək istəyirəm ki, baxın, hər il bu mövzu soruşulur, hər ildə danışılır. Ay qardaş, şəriət bunu deyir də, deyir, bir sa, yəni 3 kiloqram buğda, arpa, düyü, un, bu kimi xurma, bu kimi qəbildə olan şeylərə verməlisən. Baxırsan, imkanlı adam da zəng eləyir, deyir, məsələn, mən deyir, 5 manat deyir, çıxartsam olar. Kasıb da 5 manat çıxardır, sən də 5 manat çıxart, daha nə oldu? Burada belə bir məsələ yoxdur, 3 kiloqram miqdarında. Bax, belə deyim də, birinin tutalım ki, imkanı 4 manata çatır, 3 manata çatır. Qardaş, fitrə zəkatıdır, çıxart, ver. 5 manata, birinin qazancı, məsələn, ayda filan qədərdir, deyir, mənim gücüm buna çatır, 3 manata çatır. Hər il bu suallar olunur, hər il. Qardaş, Allah ixlasla görülən əməllərin dəyərləndirir. Kəmiyyətlə, Allah kəmiyyətə baxmır, Allah keyfiyyətə baxır. Məsələ budur. Yəni, sən ola bilər az bir şey eləyəsən. Nəyə görə Peyğəmbərimizin bu hədisi var da, deyir, bir dənə oruç tutanlara iftar sürəsi verirsiniz, savab qazanarsınız, oruç tutanlara savab bu qədər savab verir Allah sizə. Biri deyir, ya Resulullah, mənim imkanım yoxdur. Peyğəmbər bir dənə xurmanı göstərir, bir xurmanı da versən, orucun savabını Allah sənə verəcək. İndi məsələ burada ixlas məsələsidir. Bundan da əlavə bir məsələni də qeyd edeyim. Bax, bu da bildi. Yəni, məsələn, dediyim kimi də, adam var cibində 1000 manatı var. 1000 manatı sən 5 manat vermə. Verə bilirsən, ver 20 manat, ver 100 manat, ver 50 manat. Verə bilərsən də, nə qədər çox verirsən, özün üçün edirsən də. Allahın buna ehtiyacı yoxdur. Allahın sənin verdiyi və birincisi ehtiyacı yoxdur. Sən elədiyi və özün üçün edirsən. Dünya, axirət və axirətdə çatmaq üçün edirsən. Yəni, eləmə. Heç eləməsən nə olacaq? Yəni, günəş şərqdən çıxıb, qərbdən çıxmayacaq. Heç eləmə. Amma elədiyin halda yenə özün üçün. Allah bu eləməyi sənin belə öz xeyrinə qoyub, öz xeyrinə qoymayıb, sənin xeyrinə qoyub. Bundan da belə, bu bəzilər var ki, indi məsələn belə deyək də, fitrə zəkatı, baxın, mən sizə bir dənə söz deyim, mən yenə də istəməm, xırdaqlarına girmirəm, heç mövzunu bilirsiniz, nələr düşür, haçan verilməlidir, nə vaxt çıxarılmalıdır. Əzizlər, fitrə zəkatının fəlsəfi, irfani mənası bundan ibarət ki, Allah necə Ramazan ayını bizə ildə bir dəfə vacib eləyib bizə, necə bizi halallardan çəkindirir ki, haramlardan 11 ayda rahat çəkinək, düz, elədir də, haramlardan halallardan çəkinirsən. Niyə? Haramları heç nəzərindən keçirməyəsən. 11 aya da Allah səni hazırlaşdırır ki, necə halallardan çəkinirdin, indi haramlardan çəkin. Fitrə zəkatını Allah insana vacib eləməklə, baxın, necə Ramazan ayı ildə bir dəfədir 30 gün, fitrə zəkatı da Şəvval ayının biri, yəni fitir bayramı günündədir. O da bir dəfə vacibdir, düz. Bir dəfə vacib edib də, sənə sonra, məsəl üçün, Şəvvalın ikisi sənə vacib deyil ki. Allah bununla sənə başa salmaq istəyir ki, bu ki, ildə sənə bir dəfə bu vacibdir fitrə zəkatını vermək imkanı olan hər bir kəsə.
bunu başa salmaq istəyirsən ki, sən bu gündə belə olduğun kimi 11-12 ayın 365 günü də belə olmalısan. Yəni indi ki sən fitrə zəkatını verdin, necə paylaşdın, necə can yandılıq elədin, 12 ayın 365 günü də fitr halında olmalısan, fitr zəkat halında olmalısan. Bax Allah sənə bunu başa salmaq istəyir bundan. Nəinki, məsələn, mən fitrəni verdim, 3 manat, 5 manat, 10 manat verdim, məndən çıxdı. Məndən çıxdı. Nə istəyirəm eləyə bilərəm. Qutardı. Sabahlar birini gəl işinlə məşğul ol. Mənim neyimə lazım? Yox, mənim neyimə lazım fitrə zəkatı, onu sənə başa salır ki, sənə lazım. Mənə lazım. Bax, bunu sənə başa salmaq istəyir. Necə Ramazan ayı orucu sənə başa salır ki, halallardan, haramlardan çəkinəsən, 11 aya səni hazırlaşdırır bədənvi, cism, ruhu, fitrə zəkatı da sənə irfani olaraq başa salır ki, 12 ayı bu bir gün kimi olmalısan. Fitr bayramı günündə olduğun kimi olmalısan. Belə, yəni bax bu hər il bu söhbətlər gedir. Mən istədim bir qısa olaraq bu məsələlərə toxunam inşallah. Yəni belə məsələlərdə ki, kiminlə sualı olsa yaza bilər. Allah qəbul etsin. Allah hər kəsin ürəyinin mətləbini versin. Bizim bir duamızdır ki, ilah bizi ölən anımıza qədər bizlərə bu iman yolunda sabit qədəm elə və bu orucluq halda etdiyimiz duaları geri çevirmə. Çünki bütün duaların belə deyək, açarı, bütün duaların açarı və müşküllərin açarı səndə də ilahi. Allah köməyiniz olsun.